Sufi hekayələri haqqında. Məramı dünyavi təlaşlardan azad, mənfi keyfiyyətlərdən qurtulmuş, kamil insan yetişdirmək olan sufizm öz ardıcıllarını hər zaman ilhamlandırıb və estetika, etika, ədəbiyyat, incəsənətin inkişafında mühüm rol oynayıb. Cəlaləddin Rumi, Sədi Şirazi, Ömər Xəyyam kimi böyük mütəfəkkirlər buna bariz nümunədir. Sufizm insanın ruh dünyasını kamilləşdirir. O, maddi dünyanın təsirini zəiflədir və şəxsin Allaha təmənnasız sadiq xidmətinə rəvac verir. Sufinin haqqa gedən yolu ustada, mürşid, itaətdən və onun göstərişlərinə əməl etməkdən keçir. Hərçənd yola müstəqil də çıxmaq olar. Belə ki, ötən əsrlərin dahi ustadları özlərindən sonra gələnlər üçün xeyli nişan qoyublar. Bu şəxsiyyətlərin yazdıqları hələ də öyrənilməkdədir. Dinləyiciyə təqdim olunmuş sufi hekayələrində Cəlaləddin Rumi, Fəridəddin Əttar, Əhməd Yasəvi, Bəhahəddin Nəqşbəndi, Bəyazid Bistami, Şihabəddin Yəhyə Sührəvərdi, İdris Şah kimi böyük ustadların və digərlərin fikirləri yer alıb. Ən başlıcası, müdrikliyi təlqin edən bu hekayələri həm insani keyfiyyətlərə və eşqə çağırış kimi qəbul etmək olar. Buyurun. Atlı və ilan. Deyirlər ki, bilikli adamın qəddarlığı səfihin xeyirxahlığından yaxşıdır. Yol gedən atlı, zəhərli ilanın yerdə yatmış bir nəfərin aralı qalmış ağzına girdiyini uzaqdan görür. Zavallının bədbəxt hadisənin qurbanı olacağını anlayıb, atını tez ora çapır və hələ də yuxuda olan bir xəbəri qamçılamağa başlayır. Yerindən dik atılan adam nə baş verdiyini anlamayıb gözlərini bərəldir. Atlı bu dəfə onu yaxınlıqdakı ağaca tərəf qovub, yerə səpələnmiş çürük almaları yeməyə məcbur edir. Sonra yenə qamçısını işə salıb, bu dəfə çaya tərəf qovur və suyu hortultu ilə içməyə məcbur edir. Axı, günahım nədir ki, mənə bu qədər əzab verirsən? Zavallı boğula-boğula söyləyir. Amma amansız atlı biçarəyə qaş qaralanadək işgəncə verir. Sonra o dözməyib qusmağa başlayır və çürüntü ilə birlikdə ilanı da tüpürür. Yalnız onda qurtulduğunu anlayıb xilaskarından üzr istəyir və deyir: "Nə baş verdiyini mənə əvvəlcədən söyləsəydin, müalicəni məmnuniyyətlə qəbul edərdim. Sənə hər şeyi əvvəlcədən söyləsəydim, mənə inanmazdın, ya da qorxudan qaçıb gedərdin. Ən pisi isə olanları unutmaq üçün yenidən yuxuya gedərdin və onda axırın çatardı." Düşüncəsizlər. Bu dünyanın adamları düşüncəsizdirlər. Əcnabi deyir və şagirdlərinə fikrini sübut edəcəyinə söz verir. Əcnabi elə həmin axşam varlı birisini evinə orucunu asmağa dəvət edir. Qonaq gəlib çıxır və onlar bir-iki tikə quru çörəklə bir dənə xurma yeyirlər. Əcnabinin evində başqa yemək yox idi. Evinə qayıdan zəngin Sufiyə içində 10.000 dinar olan pulqabını hədiyyə göndərir. Əcnabi hədiyyəni geri qaytarır və üstəlik məktub da yazır. Çörəyi yemək olar, qızıldan nə fayda var ki? Adamlar onun nəyəsə yaradığını düşünməkdə kökündən yanılırlar. Sonra pula ehtiyacı olan birisinin yanına çağırıb varlının qapısına getməyi və ondan 10.000 dinar istəməyi buyurur. Adam qaydanda əcnabi soruşur. O sənə nə dedi? Ehtiyacı olan cavab verir. Dedi ki, mənə heç nə verməyəcək. Onda əcnabi öz şagirdlərinə müraciət edir. Bu dünyanın adamları şübhəsiz ki, düşüncəsizdirlər. Onlar qızılın da çörək kimi qiymətli olduğunu düşünürlər. Hətta birini digərinə dəyişirlər. Halbuki qaplarına dürüst və pula ehtiyacı olan birisi gələndə ona rədd cavabı verməklə haqlı olduqlarını hesab edirlər. Əgər onlar özlərini normal sayırlarsa, gəlin biz onların hesab etdikləri dəli kimi olaq.